Ala neyimə lazım filan kəsə deyim. Mən neyimə lazım? Vallahi bu mənim neyimə lazım yıxdı bizi. Bir kəlmə de də, sən deyəcəksən mənim neyimə lazım. O deyəcək mənim neyimə lazım. Başlayacaq haram ayaq tutub yeriməyə. O neyimə lazım, bu neyimə lazım. Hələ bir məsum olmayıb ki, yol keçək, görə biri səhv iş görüb, müdaxilə eləmiyor ona. Təsəvvür edin, hamımız belə adamıq. Kimdə səhv görürük, müdaxilə eləyirik. Onda səhv iş görən adamlar, bilirsiniz neyniyər? Eləməzlər. En azından cəmaat arasında bu səhv işi görməzlər ki, biri gəlib mənəsi deyəcək. Qabaqlar belə idi də, ələlxüsus şəhərdə yox, kənd yerində belə idi. Kənd yerində abırlı gezərdilər, abırlı giyinərdilər. Ki, sabah çıxaram filan kəs mənə nə deyər, o mənə nə deyər. Bu cəmiyyətin danlağı var idi, qınamağı var idi. Ona görə cəmaat özünü yığırdı, yığışdırırdı. İndi açıb bıraxıb özünü. Nə vəziyyətdədir? Tam da arxanı kim mən edə bilər? Bir dənə sözünü tutturma. Budur, bu cür yaşayın. Mənim neyimə lazım ona deməyim, bunun uşağı getdi pis yola, bunu deməyim, ona deməyim. Deyərəm nə başa düşər, özü bilər nə başa düşsün. Sən niyyətini həqiqətən ürəyin yansın buna. Çünki danışan adamların əksəriyyəti onu düzəltmək üçün danışmır, özünü ağırlı göstərmək istəyir. Niyyəti bu pak elə, doğrudan da insanları həqqa dəvət elə. Deyin, ana, tam olmaz bu. Və o adam da gərək bu sözü düşsün ki, sözü gülünc yerində qalmasın. Ona görə də görək özünü düzgün aparasan ki, sözün gülünc yerində qalmasın. Hər kəs Allahın əmrini xar eləsə, Allah onu qiyamət günündə xar eləyəcək. Allah onu dünyada onu xar eləyəcək.